Allah təala buyurur Əl-Bəqərə surəsində. Yaxşılıq üzünüzü şərqə və qərbə çevirmək deyil. Əsl yaxşılıq Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə iman gətirməkdir. Sonra Allah buyurur Əl-Bəqərə surəsi 285-ci ayədə. Peyğəmbərlər Rəbbindən ona nazil olana iman gətirdi. Möminlər də iman gətirdilər. Həm Allaha, onun mələklərinə, kitablarına, elçisinə iman gətirdilər. Dedilər, biz onun elçilərinin arasında fərq qoymuruq. Dedilər, eşitdik və itaət etdik. Ey Rəbbimiz, bağışlamanı diləyirik. Qayıdış yalnız sənədir. Həmçinin Allah təala Nisə surəsində buyurur, ey iman gətirənlər, Allaha, onun elçisinə nazil etdiyi kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin. Kim Allaha, onun mələklərinə, kitablarına, elçilərinə və axirət gününə iman gətirərsə, yəni amma inkar edərsə, o dərin bir azğınlığa düşmüşdür. Nisə surəsi 136-cı ayə. Yəni bu ayələr göstərir ki, iman əsasları bütün peyğəmbərlərin üzərində ittifaq etdiyi əsasdır. Onlar arasında bu məsələdə heç bir ixtilaf yoxdur. Hamısı bu əsasa çağırıblar. Allaha ibadət eləmək və ona heç bir şey şərik qoşmamaq və Rəbbinin buyruqlarına iman gətirmək, axirətə iman gətirmək.